Salam hörmətli tamaşaçılar, Realda qida verilişinin yeni buraxılışı ilə qarşınızdayıq. Aparıcı mənəm İlkin Kərimov. Gəlin əvvəlcə qısa şəkildə anonslara nəzər salaq. Son günlərdə qəhvəyi mərmər bağacığının kütləvi yayılmasının əsas səbəbi nədir? Zərərvericinin qarşısının alınması üçün effektiv üsullardan danışacağıq. Dünyada epizootik vəziyyətə dair son məlumatlar nədir? Metal əsaslı material və məmulatlara dair tələblər və risklər hansılardır? İndi isə xəbərlər blokumuzla davam edirik. Gəlin ötən həftə qida sahəsində baş verən əsas xəbərlərlə tanış olaq. Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə kompleks tədbirlər davam etdirilir. Qarşıda duran növbəti addımları müzakirə etmək üçün Balakən rayonunda regional əlaqələndirmə mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib. İclasda Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyətlərinin, eləcə də digər aidiyyatı qurumların məsul şəxsləri və əməkdaşları iştirak edib. Tədbirdə Nazirlər Kabinetinin müvafiq sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkəmizə qonşu Gürcüstandan miqrasiya edən və şimal-qərb və qərb regionlarında kütləvi şəkildə aşkarlanan qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri gücləndirilib. Hazırki dövrdə kimyəvi mübarizə üsulundan istifadə etmək məqsədə uyğun deyil. Ona görə ki, bağacıq evlərdədir, həyətyanı sahələrdədir. Bu dövrdə yalnız mexaniki toplama və məhv etmə üsullarından istifadə olunmalıdır. Burada da təbii ki, dövlət qurumları öz üzərlərinə düşən işləri eləyirlər. Feromon tələlərinin asılması, lokal kimyəvi mübarizə üsullarının həyata keçirilməsi, ancaq indiki dövrdə vətəndaşların və təsərrüfat, obyekt sahiblərinin özlərinin məsələyə müdaxilə etməsi vacibdir. Zərərvericinin qışlama yerlərinin aşkarlanması məqsədi ilə keçirilən monitorinqlərin intensivliyi artırılıb. Bununla yanaşı yerli əhali və sahibkarlarla görüşlər keçirilir. Onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təsnifatlı izah edici məlumatlar verilir. Maarifləndirici çap materialları yerli əhali arasında paylanır və müvafiq sahəyə yerləşdirilir. Sahibkarlar, fermerlər və sakinlər özləri evlərdə və təsərrüfat sahələrində aktiv müşahidə aparmalı, zərərvericini mexaniki üsullarla toplamaqla məhv etməlidir. Qeyd edək ki, Balakən və Zaqatala rayonlarında təşviqat işlərinin aparılması və yerli sakinlərin mübarizə tədbirlərinə cəlb edilməsi üçün ictimaiyyət nümayəndələri ilə görüşlər də keçirilir. İctimai yaşayış müəssisələrində sağlamlaşdırma işləri davam edir. Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən cari ilin 9 ayı ərzində Bakı şəhərində keçirilən yoxlamalar zamanı 521 ictimai yaşayış müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 23 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılana qədər məhdudlaşdırılıb. Həmin müəssisələrdən 11-i tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub. 7 obyektdə müvafiq tədbirlər görülməkdədir. Dünyadakı epizootik vəziyyətə dair həftəlik icmalı təqdim edirik. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən Montenegro, Rumıniya, Bosniya və Hersegovinanın 1, Serbiya Respublikasının 2 regionunda blutan xəstəliyi aşkarlanıb. Bundan başqa Yunanistan Respublikasının Atika, Afon dağı inzibati ərazi vahidlərində xırda buynuzlu heyvanların çiçək xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Montana ştatında, İspaniya Krallığının Madrid Muxtar icmasında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən adı çəkilən ölkələrin həmin inzibati ərazi vahidlərinə zonalaşma prinsipi nəzərə alınmaqla Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının quruda yaşayan heyvanların sağlamlıq məcəlləsinə uyğun olaraq müvafiq malların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət ünvanlanıb.
yayımlanıb. Xatırladaq ki, 16 xəstəlik üzrə 86 ölkədən məhsul idxalına müvəqqəti məhdudiyyət mövcuddur. Mövzunun müzakirəsinə başlamazdan öncə gəlin bir reportajı izləyək. Belə ki, əməkdaşlarımız qəhvəyə mərmər bağacığının daha çox müşahidə edildiyi Zaqatala Balakən zonasına ezam olmuşdular və sakinlərin zərərverici ilə necə mübarizə apardıqlarını araşdırıblar. Son günlər sosial şəbəkələrdə və mediada qəhvəyə mərmər bağacığının populyasiyasının artması ilə bağlı video görüntülər yayımlanır. Bunun da əsas səbəbi həmin zərərvericinin qışlamaya hazırlıq dövrü ilə bağlıdır. Belə ki, bu dövrdə həmin zərərvericilər isti, quru və qaranlıq yerlərə kütləvi şəkildə axın edirlər. Bu da insanların yaşayış yerləri olur və yaxud da digər ictimai yaşam müəssisələri olur. Bəs bu zərərverici ilə ekoloji təmiz cəhətdən necə mübarizə aparmaq lazımdır? Bu haqda danışacağıq. Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, rəngi qəhvəyi, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Bu zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Bağacığın yetkin fərdləri və sürfələri, yük daşımaları, nəqliyyat vasitələri, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla, yəni uçmaqla 35-100 kilometrə qədər məsafə qət edə bilirlər. Son günlərdə qonşu ölkələrdən Azərbaycana miqrasiya edən zərərverici xüsusilə Zaqatala və Balakən bölgələrində kütləvi şəkildə görülür. Mütəxəssislər deyirlər ki, bu bağacığın biologiyasına tam uyğundur. Elmi əsaslanan müşahidələr isə onu göstərir ki, payız aylarında bu həşərat fizioloji aktivliyini itirir, qidalanmağı dayandırır və bitkilərə birbaşa zərər vermir. Bu dövrdə o qışlamağa üstünlük verir və əsasən yaşayış yerlərində, ictimai yaşayış obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda rast gəlinir. Bunun ilk növbədə əsas səbəbi onun qışlama instinkti ilə bağlıdır. Zərərverici artıq əlverişli mühit seçmək üçün qapalı məkanlara üst tutur. Bu proses təxminən sentyabr ayının sonlarından noyabr ayının 15-nə qədər davam edən bir prosesdir. Mərhələli şəkildə aktiv inkişaf fazasından qış diapazasına keçid edir. Bu qış diapazasına keçid etdiyi bir dövr bizim üçün onunla mübarizədə ən səmərəli dövr hesab edilir. Bu mövsümdə zərərvericiləri mexaniki yolla kütləvi halda məhv etmək növbəti ilin məhsuldarlığı üçün əsas təminatlardandır. Ona görə də sakinlər, fermerlər, təsərrüfat sahibləri bu məsələyə diqqətlə yanaşmalıdırlar. Zərərvericilərlə mübarizə məhsuldarlığın qorunması və bitki sağlamlığının təmin edilməsi üçün olduqca vacibdir. Bu məqsədlə müxtəlif üsullar tətbiq olunur. Bəs indiki halda kimyəvi mübarizənin tətbiqi mümkündürmü? Xeyr, ev şəraitində kimyəvi mübarizənin böyük riskləri vardır. Sağlamlıqla bağlı, ətraf mühiti çirkləndirməklə bağlı. Ona görə də kimyəvi mübarizə qətiyyən ev şəraitində tövsiyə olunmur. Kimyəvi mübarizə ancaq açıq məkanlarda, insan yaşayışından uzaqda mütəxəssislərin iştirakı ilə həyata keçirilə bilər. Zərərvericilərlə mübarizənin ən təbii və ekoloji yollarından biri mexaniki mübarizədir. Ən səmərəli üsullardan biri isə işıq tələlərinin quraşdırılmasıdır. Belə ki, xüsusən axşamlar bağacıqlar işığa doğru hərəkət edirlər və onları kütləvi halda məhv etmək mümkün olur. Bundan başqa yapışqan təllərin özü də bir mübarizə üsullarından biridir. Evlərin giriş hissələrinə, pəncərələrin ətrafına hansı ki yapışqan təllər yerləşdirilir və o cür toplanmasına nail olmaq mümkündür. Digər metodlardan biri də süni sığınacaqların yaradılmasıdır. Hansılardır bu süni sığınacaqlardan biri? Kardon qutular vasitəsilə süni sığınacaqlar yaradılır. Onların içərisinə köhnə əşyalar toplanılır. Bağlı şəkildə 5-10 ədəd deşiklər, dəliklər üzərində açılır və asanlıqla zərərverici onu həmən aldadıcı sığınacaqlarla toplanmaqla məhv etmək mümkündür. Bəzən vətəndaşlar zərərvericinin onları dişlədiyini və sancdığını bildirir və buna görə də mexaniki mübarizə üsullarından çəkinirlər. Zərərverici sancmır, dişləmir, yaxud hər hansı bir zəhərli maddə ifraz etmir. O sadəcə özünün müdafiə reaksiyası olaraq pis qoxulu maye ifraz edir. Ancaq bu maye də
həssas dərilərdə müəyyən allergik reaksiyalara səbəb olur. Odur ki, tövsiyə olunur ki, zərərverici ilə mübarizə apardıqda mexaniki şəkildə əldə əlcəkdən sadəcə istifadə edilsin. Amma tibbi baxımdan hər hansı bir problem yaratmır. Çünki zərərvericinin əsas qidası bitki şirəsi olduğu üçün onun insan orqanizmdə yaxud da heyvan orqanizm üçün əks bir təsiri yoxdur. Vətəndaşların bu üsulla necə mübarizə apardıqlarını daha yaxşı anlamaq üçün Balakən və Zaqatala bölgələrinə yola düşdük. Burada sakinlər öz təcrübələrini bizimlə bölüşdülər. Zərərvericilərin qarşısını almaq üçün hansı sadə, amma effektiv metodlardan istifadə etdiklərini göstərdilər. Mexaniki yolla onunla mübarizə aparmanın müxtəlif yolları var ki, məsəl üçün özümüz evdə gördüyümüz anda əzirik, əllə məsələ qarşı şüşə qablarda salırıq, sabunlu suda boğub onu, sabunlu suya salırıq, boğulub ölsün orada. Ondan sonra evin girən müxtəlif çarx hissələri var pəncərənin də, o girən hissələrdən oraları bərkidirik ki, oradan içəri evə daxil olmasın da. Evdə də hər kəs bundan istifadə edə bilər bu üsuldan da. Toz soranla yığışdırılır, götürürük, toz soran çəkirik, sonra həyatda orada əzirik və yaxud da ki, boğub suda mayır halda eləyib orada öldürürük. Sonra bizə süpürgə ilə yığışdırırıq onu. Amma hamı da bu üsullardan sadaladım. Dediyim bu üsullardan hər birini istifadə eləsə yaxşı olar. Hamı bir yerdə mübarizə aparsa daha yaxşı olar. Çünki bir dənə mən eləyib, bu məndən əmələ gəlmir bu. Çünki mən elədim, o bir qonşu eləməyəndə onunki mənim həyətimə gəlir. Müsahibim Soltan bəyin dediyinə görə istifadə etdiyi növbəti metod isə evlərin və ya yarımtikililərin divarına asılan ağ parça üsuludur. Belə ki, bu rəng zərərvericini özünə cəlb edir və onlar kütləvi şəkildə bura toplaşırlar. Nəticədə də bağacıqları rahatlıqla məhv etmək olur. O ağaclarda zətdə görəni axtarıq varsa, ağaclarda olanlar götürürük, salafana salıq, məsələ var burada. Onu götürürük, salıq salafana. Bu əlcəyi də taxmışıq ki, bu əldə bunun pis qoxusu qaldığı üçün bundan ötəri. Bu qoxusu, o pis qoxusu var. Bunu salırıq bura. Sakinlərin dediyinə görə onların apardığı mübarizə üsullarından biri də məhz budur ki, belə köhnə parçaları, geyim dəstlərini gün düşən yerə atırlar və bağacıqlar ora isti olan yerlərə yığışırlar. Çünki bu həm parçanın istiliyi onları çəkir, həm də havanın istiliyi bağacıqları çəkir. Daha sonra axşam vaxtı düşdükdə isə həmin bağacıqları kütləvi şəkildə məhv eləyirlər. Toz soranla öldürürük. Toz soranla belə tökürük aşağı, yuxarıda, barıdan. Onu tökürük aşağı, orada hamısını əzib belə yəni öldürürük ayağımıza. Və bu gəzlər var, bu gəzlər. Bunları hər gündə qonşularla bir yerə yığırıq. Yığıb, yəni məhv edirik, öldürürük, əzirik, belə. Şüşəyə də yığırıq. Belə də tutub burada da yığırıq, bu formada da. Yola düşdüyümüz növbəti ev Orucovlar ailəsinin evi idi. Müsahibim İlham bəyin sözlərinə görə onlar da zərərverici ilə mübarizədə mexaniki üsulları tətbiq edirlər. Yəni bizə öyrədildiyi kimi biz bunu harda görsək zərərsizləşdiririk, öldürürük, butulkaya yığırıq, salafana yığırıq. Özü də çox pis də bunun iyisi var. O iyisi ilə əlaqədar da əlimizdə əlcəkdən istifadə edirik. Zaqatalada da bağacığın yayılma arealının geniş olduğunu müşahidə etdik. Qonaq olduğumuz İsayevlər ailəsi zərərverici ilə mübarizədə mexaniki üsulları tətbiq edərək sadə və təhlükəsiz yollarla bağacığın yayılmasını nəzarətdə saxlayırlar. Zərərvericilərlə mübarizədə vətəndaşların fəal iştirakı həlledici rol oynayır. Sadə, lakin effektiv üsullarla aparılan mübarizə kimyəvi müdaxiləyə olan ehtiyacı minimuma endirir. Qəhvəyi mərmər bağacılığı ilə bağlı mübarizə təkcə dövlət qurumlarının deyil, cəmiyyətin bircə məsuliyyətidir. Ona görə vətəndaşlara buradan çağırış edirəm ki, mübarizə tədbirlərinə bircə qoşulsunlar. Çünki onlar mübarizə tədbirlərini məhz özləri həyata keçirməklə növbəti il öz məhsullarını qorumuş olacaqlar. Məhz növbəti ildə potensial təhlükənin qarşısı məhz indiki dövrdə alınmış olur. Qida Təhlükəsizliyi Agentliyi digər aidiyyəti qurumlarla birgə bu istiqamətdə maarifləndirmə və mübarizə tədbirlərini davam etdirir. Bölgələrdə bukletlər paylanılır, sakinlərlə əyani görüşlər keçirilir, təlimatlar verilir və onlara bağacıqla düzgün mübarizə yolları izah olunur. Mövzunu studiyanın qonağı ilə davam etdiririk. Beləliklə qəhvə mərmər bağacığı ilə bağlı mövzunu müzakirə etmək üçün studiyaya dəvət etdiyim qonağı məmnuniyyətlə sizə təqdim edirəm. Qonağım
Qida Təhlükəsizliyi Agentliyinin Bitki Sağlamlığı və Bioloji Təhlükəsizlik Şöbəsinin sektor müdiri Vəfa xanım Rüstəmovadır. Salamlayıram sizi, xoş gəlmisiniz. Mən də öz növbəmdə izləyicilərimizi salamlayıram və bugün gündəmdə olan bu mövzunu işıqlandırdığınız üçün sizə təşəkkür edirəm. Vəfa xanım, son günlərin bəli, sizin də qeyd etdiyiniz kimi aktual mövzusudur. Həm də ki, nəzərə alaq ki, Zaqatala, Balakən zonasında qəhvəyi mərmər bağacığı kütləvi sürətlə yayılması ilə bağlı müşahidələr də aparılır. Bu günlərdə bağacığın belə sürətlə müşahidə olunmasının səbəbləri, xüsusiyyətləri nədən ibarətdir? O barədə məlumat verəsiniz bizə. Təşəkkür edirəm. İlk növbədə bildirim ki, qəhvəyi mərmər bağacıq polifaq zərərvericidir. Yəni 49 fəsliyə malik olan 300 bitki ilə qidalana bilir. Hansı ki, onun 113-ü Azərbaycan florasında mövcuddur. Əsasən fındıq, badam, alma, pomidor və müxtəlif tərəvəzlərlə qidalanır. Onları zədələyə bilir. Onların yetişmədən tökülməsinə, müxtəlif əmtəlik görünüşünün aşağı düşməsinə səbəb olur. Bu zərərvericinin əsas xüsusiyyəti ondan ibarətdir ki, o yetkin fərdi 5 kilometrə qədər uça bilir. Bu isə onun tez bir zamanda yayılmasına səbəb ola bilir. Payız və qış aylarında əsasən nəqliyyat vasitələri ilə, qatarlarla, əl yükləri ilə bir ərazidən digər əraziyə daşınaraq tezliklə yayıla bilir. Neçənci ildən ümumiyyətlə bu ölkəmizdə müşahidə edilməyə başlandı və bununla bağlı agentlik hansı tədbirlər gördü? Qonşu dövlətlərdən Gürcüstanda, Türkiyədə, Cənubi Rusiyada bu artıq əvvəldən mövcud idi. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 2021-ci ildən aparılan fitosanitar monitorinqlər nəticəsində Şəki-Zaqatala bölgəsində ilk dəfə aşkarlanma olmuşdur və fitosanitar risklərin minimuma endirilməsi məqsədi ilə agentlik tərəfindən təcil və təxirə salınmaz tədbirlər həyata keçirilir cari dövrə qədər də. Eyni zamanda Nazirlər Kabinetinin 819-S sayılı sərəncamı ilə aidiyyatı dövlət qurumlarının tapşırıqları özündə ehtiva edən qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizə tədbirləri planı təsdiq edilmişdir və bu tədbirlər planının koordinasiyası məqsədi ilə Şəki-Zaqatala regional bölməsində, eyni zamanda Qazax-Tovuz regional bölməsində regional əlaqələndirmə mərkəzi, Gəncə, Daşkəsən və Quba-Xaçmaz regional bölməsində isə işçi qruplar yaradılmışdır. Hal-hazırda qışlama dövründədir və mütəxəssislər belə hesab edir ki, məhz bu dövrdə bağacıqla mübarizə aparılması daha effektiv olur. Doğrumu? Bəli, bu doğrudur. Çünki temperaturun aşağı düşməsi ilə əlaqədar olaraq bu zərərvericinin fenoloji xüsusiyyətidir ki, o qışlamaya dövrünə keçir və qışlama dövründə də adətən özünə qaranlıq əraziləri, həyətyanı sahələri, evlərin damlarını özünə sığınacaq kimi seçir. Bizim vətəndaşlara tövsiyəmiz ondan ibarətdir ki, bu dövrdə ən effektiv mübarizə üsulu mexaniki üsuldur. Onların birgə toplaşdığı yerlərdə onları əzərək məhv etmək, eyni zamanda evlərdə rast gəlindiyi zaman süpürgə ilə, tozsoranla onların yığılaraq məhv edilməsinə həyata keçirilməsi zəruridir. Siz söhbətimizin əvvəlində də bildirdiniz ki, bağacıq 300-dən çox bitki növü ilə qidalanır. Xüsusilə də belə deyək də bizim əsas ixrac potensialımızı təşkil edən fındıq, badam yarpaqları ilə, gövdəsi ilə qidalanır. Əlbəttə ki, bunun iqtisadi zərərləri də ola bilər. Məhz bu baxımdan necə düşünürsünüz? Hal-hazırda belə deyək, zərərverici ilə mübarizə tədbirlərini nə dərəcədə gücləndirmək olar ki, gələcək belə deyək də iqtisadi itkiləri biz önləyə bilək? Bəli, düzgün qeyd etdiniz. Bununla bağlı agentlik və aidiyyatı qurumlarla birlikdə 19 mindən çox feromon tələ asılmışdır, 39 mindən çox fərd məhv edilmişdir. Həmçinin bildirim ki, bununla mübarizədə ən effektiv üsul mexaniki mübarizə üsuludur. Nəyə görə? Çünki mexaniki üsulla mübarizə zamanı, xüsusən qışlama dövründə onların birgə toplaşdığı yerlərdən onların məhv edilməsi daha asan həyata keçirilir. Həmçinin mən qeyd edim ki, Kimyəvi Aqrar Xidmətlər Agentliyi tərəfindən kimyəvi mübarizə üsulları da həyata keçirilir. Lakin bildirim ki, evlərdə, həyətyanı sahələrdə bu kimyəvi mübarizə üsullarının həyata keçirilməsi biraz çətinlik yaradır. Çünki bu kimyəvi maddələrin insanlar arasında zəhərlənməyinə gətirib çıxara bilər. Mən ona görə vətəndaşlardan xahiş edirəm ki, bununla mübarizədə əsasən mexaniki üsulla aparılmasında agentliyə dəstək göstərsinlər. Bəzən suallar yaranır vətəndaşlar arasında ki, zərərvericinin insan sağlamlığına təsirləri ola bilərmi, onu dişləyə bilərmi? Çünki mübarizə vaxtı bəzən bizə də suallar gəlir ki, kəskin qoxu buraxır və s. və l. İnsan sağlamlığına ümumiyyətlə zərəri varmı? Bəli, bununla bağlı çoxsaylı tədqiqatlar mövcud deyil. Ancaq bir neçə tədqiqatda göstərilir ki, həssas insanlarda bu qoxu allergik reaksiyalar verə bilər. Amma yenə qeyd etdiyim kimi, bununla bağlı çox geniş tədqiqatlar mövcud deyil. Sadəcə bəzi deyək də sanitar gigiyenik qaydalara riayət edilməsi
daha doğru olar? Bəli, əsasən təklif olunur ki, əlcək taxılaraq onların məhv edilməsi həyata keçirilsin. Yəni bu o deməkdir ki, yalın əllə mübarizə aparılarsa, bu zaman toxunma bəzi həssas qruplarda allergik reaksiyalar və s. Bəli, bu mümkün riskləri nəzərə alınaraq əlcəklərdən istifadə olunması tövsiyə olunur. Təşəkkür edirəm. Buradan bir daha elə biz müraciət edirik, xüsusilə də Balakən, Zaqatala bölgəsində məskunlaşan sakinlərimizə, eləcə də fermerlərə, çünki fermer təsərrüfatlarında da müşahidə oluna bilər, sahibkarlara da buradan müraciət edək ki, dövlətin bu sahədə apardığı bu mübarizə tədbirlərinə onlar da yaxından dəstək göstərsinlər. Çox sadə, belə deyək də, mexaniki üsullarla biz bu zərərvericini məhv edərək belə deyək də, gələcək iqtisadi təsirləri, ziyanların qarşısını almış ola bilərik. Bir daha təşəkkür edirəm sizə, gəldiniz studiyaya, sualları cavab. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli tamaşaçılar, biz qəhvə mərmər bağacığı ilə mübarizə üsullarından danışırdıq. Mənim qonağım Agentliyin Bitki Sağlamlığı və Bioloji Təhlükəsizlik Şöbəsinin sektor müdiri Vəfa xanım Rüstəmova idi. Davam edirik. Metal əsaslı məmulat və materiallara dair tələblər, risklər nədən ibarətdir? Bununla bağlı bir video çarxımız var. Gəlin onu da izləyək. İstehsal və ya idxal olunan metal əsaslı məmulatlarda saxlanılan qida məhsulları milyonlarla insanın süfrəsinə çatır. İlk baxışdan hər şey normal görünsə də, bu cür qablar müvafiq standartlara uyğun istehsal edilmədikdə qidanın tərkibinə, dadına, rənginə və qoxusuna mənfi təsir göstərə, ən əsası isə insan sağlamlığı üçün ciddi risklər yarada bilər. Əvvəllər qida ilə təmasda olan materialların təhlükəsizliyi uyğunluq sertifikatı ilə təmin edilirdi. İndi isə bu normativ hüquqi aktda tənzimlənir. Bəs metal əsaslı materiallara hansı qaydalar şamil edilir? Çuxum materiallar sağlamlığa təhlükə yaratmamalı və istifadə qaydası etiketdə açıq göstərilməlidir. Paslanmayan poladdan başqa bütün metal materiallar xüsusi örtüklə, qalay, xrom, keramika, lak və ya plastiklə qorunmalıdır. Örtüklərdə qalay, xrom, xrom oksidin miqdarı normadan az olmamalıdır. Alüminium və alüminium qarışıqlardan hazırlanmış materiallardan qidaya keçən alüminium miqdarı 5 mg-dan artıq ola bilməz. Alüminium folqa, alüminium borucuq və bir dəfəlik alüminium qablarının tərkibində ən azı 99% saf alüminium olmalıdır. Örtüksüz alüminium qabların üzərində isə tuş, qələvi və duzlu qidalar üçün istifadə qaydası mütləq qeyd edilməlidir. Metal qablardakı kipləşdirici material bərabər yayılmalı, qopmamalı və istiliyə davamlı olmalıdır. Sinkli materiallar isə tuş qidalar və alkoqollu içkilərlə təmas etməməlidir. Hörmətli istehsalçılar və idxalçılar, 2025-ci il avqustun 20-sindən qüvvəyə minən tələblər qanunla məcburidir. Bu tələblər yalnız keyfiyyət göstəricisi deyil, eyni zamanda hüquqi məsuliyyətdir. Qaydalara əməl edərək məhsulunuzu təhlükəsiz hala gətirin, istehlakçıların etibarını qazanın. Bugünlük bizdən bu qədər. Hər həftənin çərşənbə axşamı saat 17:20-dən etibarən proqramımızı izləyə bilərsiniz. Aparıcı mən idim, İlkin Kərimov. Təhlükəsiz qida ilə sağlam gələcəyə.